Səbail bu mövsümü 3 baş məşqçi ilə keçirən yeganə komanda oldu. Klubun normal 7 milyon 800 min manatlıq büdcəsi, arxasında ASKO, Xəzər Dəniz Gəmiçiliyi kimi nəhəng sponsoru. Gəl ki, bütün bunlar klubu 1-ci liqaya düşməkdən xilas etmədi. ASKO hər il böyük pullar xərcləyib istənilən nəticəni almamaqdan yorulub artıq. Yarıtmaz idarəçilərin ümidinə qalan klubdan əlini çəkməyə səbəb, bəhanə axtarır. Qışdakı süjetində dediyim kimi, Səbail ASKO-nun batmağını arzuladığı yeganə gəmisidir. Noyabrın 3-də Şahin Diniyev 12 oyundan 7 xal toplayıb 9-cu yerdə gedən Səbail ilə vidalaşdı. Gözlənilmədən Cavid Hüseynov özü demişkən, isti yerini soyuq edib Turan Tovuzdan Qurban Berdiyevin köməkçiliyindən Səbailin baş məşqçiliyinə gəldi. Amma 4 ay sonra Səbail rəhbərliyi onu da yola saldı. Artıq komanda sonuncu pillədə idi. Cavid Hüseynovun media qarşısında klubla bağlı bəzi həqiqətləri deməsi, tənqidi fikirlər söyləməsini həzm edə bilmədi rəhbərlik. Cavidin əvəzinə dostu Elvin Məmmədovun təyinatı isə dostlar arasında incikliklə nəticələndi. Elvin Məmmədov da batan gəmini xilas edə bilmədi. 9 oyunda bir qələbə belə qazanmadan cəmi 4 heç etdi. Məmmədov məşqçi bacarığını yeni mövsümdə 1-ci liqada göstərməlidir. Sosial şəbəkələrdə əksəriyyət Səbailin 1-ci liqaya düşməsini sevinclə qeyd edir. Amma buna sevinmək lazım deyil. Tutaq ki, Səbaili AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayev özü dediyi kimi uşağın, yəni oğlunun başını qatmaq üçün yaradıb. İndi ki, ortalıqda nə uşaq var, nə də həmin ata. Hətta deyilənə görə Rövnəq Abdullayevə təklif olunub ki, Səbailə sponsorluq da etsin, razılıq verməyib. O da var ki, Səbailin Premyer Liqaya gəlişi də qayda-qanunla, halallıqla olmayıb. 2017-ci ildə Elxan Məmmədovun at oynatdığı AFFA çempion Turan Tovuzu lisenziya bəhanəsi ilə kənarda qoyub, ikinci yeri tutan Səbaili Premyer Liqaya buraxmışdı. Amma bunları yazaq həmin vaxt söz sahibi olan şəxslərin vicdanına. İndi klubun az-çox infrastrukturu, akademiyası var, uşaqlar məşq edir, aralarında istedadlar da yəqin ki var. Belədə niyə Səbailin dağılmasını arzulamalıyıq? Bizim futbolda nə qədər normal klub var ki? Rayon komandalarına deyirsinizsə, 2-ci və 1-ci liqadan danışanda demişəm bölgə klublarının vəziyyəti haqqında. Əksəriyyət kolxoz komandası səviyyəsindədir. Nə normal büdcəsi var, nə normal idarəçi. Səbail isə az-çox peşəkar klub kimi formalaşıb. Şamaxının, Qəbələnin etdiyi kimi onlar da bir mövsümə aşağı liqadan elitaya qayıda bilərlər. Kim rayonda klub yaratmaq istəyirsə qarşısına kəsən yoxdur, gedib yaratsın. Bunun üçün Səbaili dağıtmağa ehtiyac yoxdur. Bu Azərbaycan Premyer Liqasında 10 komandalı sonuncu mövsüm idi. Getsin, bir də gəlməsin. Yeni mövsümdən bizi 12 komandalı Premyer Liqa gözləyir. Avqustda görüşərik. İlkin Kətoğlu, xüsusi olaraq Sport Info saytı üçün.